Bizə lazımdır. Nurlan bəyinə mənə lazımdır yəqin ki o. Nurlan bəy yaxşıdır. Hə, yaxşı. Yaxşıdır. Bayramlarda nə yiyəcək? Yo, mən yaxşı. Şeydə yəqin heç bir şey hazırlaya bilmir. Mən ölürəm. Yemək bişirim, ölürəm, biş-düş eləyim. Yəni, ən sevdiyim işdə. Mən deyirəm, Allah mənə qismət eləsin. İnşallah. Mən öz yerimi açım. İnşallah. Özümün həftədə bir dəfə özümü bişirdiyim günlər olsun. Onu insanlar üçün də çox istəyirəm. İnşallah, qismət olsam. Bəs plov hazırlaya bilirsənmi? Plov. Heç eləmişsən? Eləmişəm. Səbzili plov eləmişəm. Səbzili plov. Özdə qazmağı zadı altında. Şahidiyəm, umac bişirib. Umac. Hə, xəstə olanda yazılır. Umac eləmişdi Necə mənə. olmuşdu? Super. Sonra katlet mən xoşlayıram, nənə baba katleti. O suxari-muxari ilə o katletdir, adam alladırlar. Yalandan ya bir gəl, çaxar, yox. O dədə baba necə ki... Onu da eləyə bilirsiniz. Hə, onunla, o kartoşka ilə, o göyərtisi ilə, zadı ilə. Yəni, hə, ağzımı su yaxdı. Bəs şəkərə buradan qoğaldan? Hə, onu deyim, biləs. Xəmir yoğurmaq üçün də yaxşı, yox. Adam var, əlin xəmirə vuranda şişir xəmir. Elə əl yoxdur, xəmir yox. Açmaq, yaymaq, o birazı eləyərəm, üstünə düşsəm. Amma bilirəm səliqəsiz, o mama kimi yumuru yekə açım, onu yağlayım, nam-nazik. Onu eləyə bilmərəm, onu bacarım. Onu yəqin naxış tutarsın, heç olmasa oturub. Qıraqlan yağ əşək bükürəm, naxış mənlik deyil. Yəqin ki, bəylərimiz ancaq yemək yiyər də. Amma siz deyim, amma bəylərdə daha çox ən gözəl naxış vuran bəylər olur. Mən qəşəng naxış vururum. Valla, kişi xeylalar elə gözəl naxış vurur, mən yəni görmüşəm. Çünki mənim özümün, yəni, çünki mən o saxsı qabza düzəltmişəm, kraska şizadı belə rəng içinə, ona görə bilirəm. Bilirsiniz. Eləyə bilərəm. Amma Niyan bəy, yəqin ki... Amma siz sözü açığın deyim. Eləmişsiniz. Günəş rəmzi olaraq deyirlər qoğal. Bu acı qoğal hardan çıxıb? Bunu kim yaradır? Şirin qoğal yaxşı. Mən şirin yeyə bilmirəm. Ay qızım, ay sənə qurban. Xəmirin içində istiot nə edir? İstiot. Mən şirin qoğal heç cürə yeyə bilmirəm. Məsəl Allah, özünlə aləmi qatıb sənə Allah belə sizad eləmişsələr. Mən heç vaxt yeyə bilməmişəm. Heç vaxt. Demirəm, şirin qoğal demirlər, şor qoğal deyirlər də həmişə. Bir tərəfdə şirin olur. Yəni, bu zonada, masallı, o zonanın, cənub zonasında şirin qoğalı sevirlər. Yəni, sonra hansısa bir zona var, o da var şirin qoğalı. Deyəm, tovuzdur deyəsən, səhv salmıramsa. Cənubda deyilirlər bizə, məsələn, cənub yox, şimal tərəfdə bizə deyilirlər, şirin. Elə, yəni, bu birisi tərəflərin çox yeri, yəni, mən qoğalı şor qoğal xoşlayıram. Vur bura bacı. Hə, yaxşı, siz qəbul edin, biz qəbul eləmirik. Çünki yağın içinə bir də yağ bu qədər yağ eləyirsən, hər üstünə... Zümrüt, gəl belə danışaq. Bu ayın axırı, söz verirəm. O zəmbildən bir dənə də gələcəksən. Amma yox, Allah var adam baş. Sizin evdəkilər onu qəşəng pişirir axı. Sənə görə mən onu sevib yeyə bilərəm. Yox, çarəsiz yiyərəm, görsən şor qoğal. Yox, evə 50 dənə gəlir. 50 dənəyə özüm vinimatilini onuram, özüm baxıram hər səhər, açıram, 50 dənə sayıram, 1, 2, 3-dür. Bir dənə sənin çaşarsız, ikincisini yersiniz. Yəni, mən ona hər gün hesab edirəm ki, hər gün oturub zavtrıqı yiyəcəm. Yəni, Allah tərəfi onu pişirən lazım, yəni. Fal, fəl, tökülür yerə. Yəni, başqa bir şey, valla. Ürəyim istədiyi də olur. Nə bilim, valla, bəzən, indi məsələ bir söz deyil. Başqa bir şey. Biz görmüşük ki, məsələn, xiyar, pomidor, bu olar duzlu. Bəzən görəndə ki, onu varenyə eləyirlər, nə deyirlər Azərbaycanca ona? Mürəbbə eləyirlər. Yəni ki, mən onu anlaya bilmirəm. Başa düşürsünüz? İndi ona görə şor qoğalı mən necə başa düşürüm ki... Mən özüm oldum bunların zonasında da, yəni dədə-baba zonasında, İran tərəfdə oldum. Onlarda bizdə çoban sala xiyar, oralarda xiyar ancaq meyvədir. Meyvə kimi gələr. Görürsünüz, yəni hər kəsin öz adət-ənənəsi var. Bəli, amma davam eləyəcək bir qonağımız da var. Bizim şor qoğalımıza sataşma. Burada da mənə söz zad atıb eləmə ya, eləmə dava salaram. Eşidir? Xahiş elə barışıq zamanıdır, heç kəs dava eləməsin. Və növbəti qonağımız bizi təbrik eləmək üçün gəlib, ud ifaçısı Kənan bəy. Buyursun Kənan bəy.